Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasında daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin gömrük ərazisindən kənara müvəqqəti aparılmasına nə qədər müddət icazə verilir? Gömrük Məcəlləsinin 306-cı maddəsinə, eyni zamanda Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilən fiziki şəxslər tərəfindən istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhəddindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasında daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin 2 il müddətinə gömrük ərazisindən müvəqqəti aparılmasına və ya qeydiyyatdan çıxarılması şərti ilə daimi aparılmasına icazə verilir.